Kiminsə pulunu əyilməmişəm, nə kimisə hədiyyəsinə. Amma bəzi kişiciklər adın kişi qoyub əyilir. Hədiyyəyə görə özün qoymadıqları, qoymadıqları abrhəyə qalmayıb. Yalandan nümunəvi canlı aparıb atdan kimisə evi yıxmıram. Hədiyyəyə görə. Özlərə görürəm, yaxşı ersən. Allah hamıya ev qismət eləsin, içində də mən ev olmayanlara. Kimin ki var, kimin evi yoxdur, şər atırsa Allah onların evini alsın əlindən. Allah nə qədər verib, yenə də gözünüz doymur. Onun bu bütçəsindədir bəzilərimizin gözü. Allah gözünüzü doysun, gözünüzü torpaq da doydurmayacaq. Nəfsiyyar insanın gözünü torpaq da doydurmuş. Bu qədər bədbaxtsız ki, gözünüzü heç nə doydurmur bəzilərimizin. Nə qədər varınızda, yenə gözünüz onda bundadır. Görməmişliyin pik nöqtəsindəsiz. Məhəmməd Peyğəmbərin bir sözü var, süfrədən həmişə çalışın, özünüz doysanız da gözünüz doymayıb dursun. Bəziləri bax, doymur. Neyləri varsa da doymur. İndi gözləri onun əlindədir, qazancındadır, paxıldılar, ibnədirlər. Bugün bunu tapdın, ye şükür elə. Kimlə ki bəhsə gedərsən, kimlə ki bəhsə Allah verdiyin də var əlimdən. Ona görə dedim ki, Allah nə verirəm, ondan da yetim. Məsləhət görsəm, sənə də verərəm. Deməli, məsləhət verib görmürəm. Yenə də zorla da olsa məsləhət gördürürlər. Haqqı nədə onu yiyir. Allah bilir kimə neyir. Pisilə pisliyində də boğulub qalacaq. Gecə tez var. Gör kim deyir. Neynəmişəm, evi yıxmışam, xanım. Ərimlə gəzmişəm, telefonda ərimlə danışmışam. Neynəmişəm, ev və patruka kimi ərvi girmişəm, ərvi qoluma taxıb çıxmışam. Nə vermişəm, gör kim deyir deyəndə ki. Nə vermişəm, ay xanım. Elə danışırsan ki, elə evi dağıtmışam, evi yıxmışam. Səndən pul almışam, qaytarmamışam. Nə vermişəm az sənə? Gör kim danışır. Nə vermişəm sənə? Uleykə. Sözün düzün danışır, xoşunuza gəlmir. Gör kim danışır. Nə olub ki mənə? Tək elə hamı mənə kimi danışsın. Nəslində gündüz şınman axtarsan, heç mənə kimi qız tapmarsan, qalmışdı gecə. Gör kim danışır. Düz söz həmişə göynədir. Xoşuna gəlmir, bəs bayramda nəyə qulaq assan? Aleyküm əssalam. Həm xinnət, həm minnət.